Salam, hər vaxtınız xeyir əziz dördüncülər, videonu izləyən valideynlər və müəllimlər. Hər birinizi xoş gördüm. Bu gün sizlərə təqdim edəcəyim video izah çox rəqəmli ədədin bir rəqəmli ədədə bölünməsi mövzusu ilə bağlı olacaq. Deməli uşaqlar, biz 4 rəqəmli ədədin bir rəqəmli ədədə bölünməsi mövzusu ilə tanış olmuşduq. Daha doğrusu, çox asan da olduğuna görə mən onun video izahını çəkmədim. Çox rəqəmli ədədlərin bir rəqəmli ədədə bölünməsi nisbətən sizə çətin gələ biləcək deyə, ona görə düşündüm ki, bunun sınağını sizlərə təqdim edim. Vaxt itirmədən gəlin başlayaq izahımıza. Birinci sualda deyir, qisməti tapın. Aha, yəni 75.432-ni 2-yə bölək. Bu anda yadımıza salaq ki, sonu 0, 2, 4, 6, 8 ilə bitən ədədlər 2-yə qalıqsız bölünür. Yaxşı. 7 2-yə neçə dəfə bölünür? 3 dəfə. 3 dəfə 2, 6. 7-dən 6 çıxanda 1. 1 2-yə bölünmür. 5-i də gətiririk. 15 2-yə 7 dəfə bölünür. 7 dəfə 2, 14. 15-dən 14 çıxanda 1 qalır. 1 2-yə bölünmür. 4-ü də gətiririk. 14 2-yə bölünür 7 dəfə. 7 dəfə 2, 14. 0 qalır. 3'ü götürüb düşürdürük aşağı. 3 2-yə bölünür 1 dəfə. 1 dəfə 2, 2. 3-dən 2 çıxanda eləyir 1. 1 2-yə bölünmür. 2-ni də gətiririk aşağı. 12. 12-ni də 2-yə böləndə 6. Deməli cavabımız olacaq 37.716. Bu da bizə C variantında verilmişdir. Keçirik digər izaha. Deməli, İkinci izahda bizə deyir, hansı bölmə əməli qalıqsızdır? Uşaqlar, mən düşünürəm ki, bölünmə əlamətlərini çox yaxşı bilən, çox yaxşı əzbərləyən, çox yaxşı qavrayan bunu şifahi həll edəcəkdir. Oturub bir-bir bunu bölməkdənsə, vaxtımızı sərf eləməkdənsə, elə gəlin bölünmə əlamətlərini yadımıza salaq və ona uyğun hərəkət edək. Qalıqsız istəyirsə, deməli bölünmə əlamətləri bizim köməyimizə çatacaqdır. Deməli 34.270 bölünsün 5. Biz bilirik ki, sonu 0 və 5 ilə bitən ədədlər 5-ə qalıqsız bölünür. Deməli elə cavabımız A variantıdır. Baxaq B variantına. B-də deyir 52.732 bölünsün 3. Yaxşı uşaqlar, 3-ə hansı ədədlər bölünürdü? Rəqəmlərinin cəmi 3-ə bölünən ədədlər 3-ə bölünürdü. 5 ilə 2-ni toplasaq 7, 7 ilə 7-ni toplasaq eləcə 14. 14 üstə 3, 17, o da 2, 19. 19 isə bölünmür, qalıq qalacaq. Ona görə də B-ni götürə bilmərik. 71.759 ədədini 2-yə böldük. Biz bilirik ki, sonu cüt rəqəm, belə deyək də, sonu 0, 2, 4, 6, 8 ilə bitən ədədlər 2-yə qalıqsız bölünür. Burada tək ədədlə, tək rəqəmlə bitdiyinə görə C-ni də götürə bilmərik. Yenə də 3-ə bölünməni istəyir. Ona görə də 72.515-i 3-ə böləndə 7 üstə 2, 9, o da 5, 14, o da 1, 15, o da 5, 20. 20 də 3-ə bölünmədiyinə görə elə cavabımız olacaq A variantı. Daha sonra keçirik digərinə. Digərində bizə deyir ki, yəni 3-də verilmiş ifadəni hesablayın. Aha, bizə ifadə verilsə və ifadənin tərkibində toplama, çıxma, vurma, bölmə hər hansı biri olarsa, indi burada vurma və daha doğrusu bölmə və toplama var. Biz bilirik ki, vurma və bölməni birinci həll etməliyik. Burada da bölmə olduğuna görə ilk öncə 53.944-ü böləcəyik 8-ə. Daha sonra aldığımız cavabla da 4115-i toplayacaq. İndi 5 8-ə bölünmür. 53-ü götürürük. 53 8-ə bölünür 6 dəfə. 6 dəfə 8, 48. Aha. 53-dən 48 çıxanda eləyir 5. Düzdürmü? 5 8-ə bölünmür, 9-u da gətiririk. Eləyir 7 dəfə. 7 dəfə 8, 56. 59-dan 56 çıxanda eləyir 3. 3 8-ə bölünmür, 4-ü gətiririk aşağı. 34 8-ə bölünür 4 dəfə. 4 dəfə 8, 32. 34-dən 32 çıxanda qalır 2. 2 8-ə bölünmür, 4-ü də gətiririk yanına. 24-ü 8-ə böləndə eləyir 3 dəfə. 3 dəfə 8, 24. Cavabımız eləyir 6743. Aha, 6743 ilə də bu 4115-i toplayırıq. Deməli, 3 üstə 5, 8, 4 üstə 1, 5, 8, bu da 10. Deməli, 10.000
850 8 eləmiş olacaq. Bu da B variantında bizə verilmişdir. Yaxşı, keçirik sahə modelinə. Deməli, bizdən nə istəyir? Deyir ki, sahə modelində təsvir edilmiş bölmə əməlində qismət neçədir? Yaxşı. 60.000 üstə 12.000 üstə gəl 480 üstə gəl 54. Deməli, mən qoy qıraqda toplayım bunu. Aha, uşaqlar, elədi 72.534. 534-ü bölürük neçəyə? Burada verib də 6-ya bölürük. Tapşırıq 4 eləyirik. 7 6-ya bir dəfə bölünür. Bir dəfə 6 6. 1 qalır. 2-ni gətiririk aşağı. 12 6-ya 2 dəfə bölünür. 2 dəfə 6 12. 5-i gətiririk aşağı. 5 6-ya bölünmür. Düzdür? 0 atırıq. 3-ü də gətiririk. Düzdür? Baxın, 2 rəqəm aşağı düşəndə bir dənə 0-ı mütləq ki düşürdürük. Daha doğrusu bərabərlikdən sonra qoyuruq. Deməli, eləyir 8. 6 və 8, 48. Bu da eləyir 5. 5 6-ya bölünmür. 4-ü gətiririk aşağı. 54-ü bölürük 6-ya. Bu da eləyir 9 dəfə. 9 dəfə 6, 54. Deməli, yerləşmədiyinə görə belə yazdım. 12.000, daha doğrusu, 12.089. 12.089 da bizə C variantında verilmişdir. Keçirik 5-ci tapşırığa. Deməli, deyir ki, 15.000-lik, 500-lük, 6 onluq bir təklik ədədindən 3 dəfə kiçik olan ədəd hansıdır? Yaxşı, 3-ə bölürük. 1 3-ə bölünmür, 15 3-ə bölünür 5 dəfə. 5 dəfə 3, 15. Daha sonra 0 qalır. Ona görə 5-i gətiririk aşağı. 5 3-ə bölünür neçə dəfə? 1 dəfə. Bir dənə 3, 3. 5-dən 3 çıxanda 2. 2 3-ə bölünmədiyinə görə 6-nı gətiririk. 26 3-ə bölünür deməli 8 dəfə. 8 dəfə 3, 24. 26-dan 24 çıxanda eləyir 2. 2 3-ə bölünmədiyinə görə üzrlü sayın. Aha. 2 3-ə bölünmədiyinə görə 1-i də gətiririk. 21 3-ə bölünür 7 dəfə. Deməli cavabımız eləyir 5187. 5187 də bizə A variantında üzrlü sayın verilmişdir. Daha sonra keçək digərinə. Aha. Deyir ki, ən kiçik 6 rəqəmli ədədin yarısına bərabər olan ədəd hansıdır? Ən kiçik 6 rəqəmli 1, 2, 3, 4, 5, 6. Ən kiçiyi deyirsə, bizdən tək, cüt, rəqəmlərin müxtəlif demirsə, deməli biz bu ədədi götürəcəyik. Bunu da belə deyək də 2-yə böləndə yarısı nə deməkdir? 2-yə bölmək deməkdir, düzdür? 2-yə böləndə də eləyir 50.000. Cavabımız A variantı. Bu şifahi olunan bir şeydir. 7-də deyir ki, hansı ədədi 4-ə böldükdə qalıqda 3 alınır? Hansı ədədi 4-ə böldükdə 3 alınır? Yaxşı, baxaq. 41.243 bölünsün 4-ə. Qalığında 3 istəyir. 4 4-də bölünür bir dəfə. Bir dənə 4 4. 1-i gətiririk aşağı. 1 4-ə bölünmür. 2-ni də gətirdik. 12 4-ə 3 dəfə. 3 dəfə 4 12. Deməli 4-ü gətiririk aşağı. 4 4-ə bir dəfə bölünür. Bir dənə 4 4. 3-ü gətiririk aşağı. Deməli 3 qalıq qalacaq. 131 cavabımız olacaq. 4 də qalıq qalacaq. Cavabımız elə A variantı olmuş olacaq. Keçirik digərinə. Məchulun tapılmasını göstərən həll hansı bənddə doğru verilir? Bizdən heç nə istəmir. Bizdə sadəcə olaraq qaydasını soruşur. Qaydasını da soruşanda, deməli, bu olacaq, deməli, bölünəni tapmaq üçün nə iş görürük burada? Qalıqlıdırsa, 617-ni vurarıq 7-yə, üzərinə də 5-i gələrik. Orada da bölünən tapılacaq. Yəni, düsturumuzu istəyir də hansı formada olacaq? Bu da B variantında bizə göstərilmişdir. Daha sonra baxırıq 9-a. Boş xanaya hansı ədəd yazılsa müqayisə doğru olar?
Yaxşı, ilk öncə solu hesablayaq. Sonra ondan bir vahidmi, yoxsa ondan böyük olan hər hansı bir ədədi tapacağıq. Baxırıq, 117.312 ədədini 4-ə bölək. Sonu 2 sıfırla və sonuncu 2 rəqəmi, daha doğrusu ədədi 4-ə bölünən ədəd, son 2 rəqəmi 4-ə bölünən ədəd 4-ə qalıqsız bölünür. Bunu da bilmiş olun. 1 4-ə bölünmür. Ona görə 11 4-ə 2 dəfə. 2 dəfə 4 8. 11-dən 8 çıxsaq 3. 3 4-ə bölünmür, 7-ni də gətiririk. 37 bölünür 4-ə 9 dəfə. 9 dəfə 4 36. 37-dən 36 çıxanda 1 qalır. 1 4-ə bölünmür, 3-ü də gətiririk aşağı. 13 4-ə bölünür 3 dəfə. 3 dəfə 4 12. 13-dən 12 çıxanda 1 qalır. 1 4-ə bölünmür, 1-i də gətiririk. Yenə də 2 dəfə olacaq. 2 dəfə 4 8. Bu da eləyir 3. 3 4-ə bölünmür. 2-ni də gətiririk. Deməli, bu da eləyəcək 8. 29.320 belə yazım. 29.028 ədədindən danışırıq. İndi bundan böyük olan ədəd istəyir. Deməli, bu ola bilməz. 200-dür. 1-də ola bilməz. 1-də ola bilməz. Cavabımız D variantı olmuş olacaq. 54.865 ədədinin 5-də 5 hissəsini tapın. Aha. 54.000 biz bilirik ki, məxrəcə bölüb surətə vururuq. Surətdə də 1 olduğuna görə ədəd özü alınacaq. Ona görə də elə bölməsini istəyir bizdən. 865 bölək 5-ə. 5 5-ə bir dəfə bölünür. Bir dəfə 5 5. 4-ü gətiririk aşağı. 4 5-ə bölünmür. 8-i də gətiririk aşağı. 48 5-ə 9 dəfə bölünür. 9 dəfə 5 45. 48-dən 45 çıxanda edir 3. 3 5-ə bölünmür. 6-nı gətiririk. 36 5-ə bölünür 7 dəfə. 7 dəfə 5 35. 36-dan 35 çıxanda 1 qalır. 1 5-ə bölünmür. 5-i də gətiririk. 15 5-ə 3 dəfə bölünür. Deməli 10.973. 10.973 bizə D variantında verilmişdir. Uşaqlar, testimiz bu qədərdir. İndi bunun çalışmalarına da birlikdə baxaq. Biz eləyirik tapşırıq 7-ni. Deyir, A bərabərdir 3 olarsa, verilmiş ifadələrin qiymətini hesablayın. Aha, burada da birinci bölmə var, daha doğrusu toplama var və bölmə var. Biz ilk öncə nə etmiş olacağıq? İlk öncə bölməni yerinə yetirəcəyik. 2544 bölünsün 3-ə. Çünki A-da bizə 3 verilib axı. 2 5-ə bölünmür, 25 3-ə bölünür 8 dəfə. 8 dəfə 3 24. Eləyir 1. 1 3-ə bölünmür, 4-ü də gətiririk aşağı. Eləyir 4 dəfə. 4 dəfə 3 12. 14-dən 12 çıxanda cavab 2. 2 3-ə bölünmür, 4-ü də gətiririk 8. Deməli, cavabımız eləyəcək 848. 848 ilə də 125-i toplayırıq. Eləyir cavab 3, 7, 9. 973. Keçək B tapşırığına. B tapşırığında bizə deyir ki, digər ikisini uşaqlar özünüz eləyəcəksiniz. Burada da birinci toplama verib, daha sonra bölmə verib. Toplama və bölmə veribsə, ilk öncə bölməni eləyəcək. 4641 bölək 3-ə. 4 3-ə bölünür. 1 dəfə, bir dənə 3, 3. 4-dən 3 çıxanda 1, 1 3-ə bölünmür. 6-nı gətiririk. 5 dəfə, 5 dəfə 3, 15. 1 qalıq. 4 gətiririk. 14 3-ə bölünür. Üzürlü sayın. 4 dəfə, 4 dəfə 3, 12. Bu da 2 və 1. 7 dəfə. 1547 ilə 256-nı toplayacaq. 3, 0, 1 yadda, 8, 1. 1803 ədədini almış olacaq. Uşaqlar, digər ikisini həll eləyəcəksiniz. İlk öncə yerinə qoyacaqsınız 3-ləri.
həll eləyəcəksiniz. Burada birinci bölməni, burada da birinci bölməni həll eləyib daha sonra cavabını tapacaqsınız. Daha sonra deyir hesablayın. Yaxşı. Hesablayın və müqayisə edin. Bunu da bir dənəsini eləyəcəm. Daha sonra digərlərini özünüz eləyəcəksiniz. Deməli, 2388 bölək 6-ya. 2 6-ya bölünmür. 23 6-ya bölünür 3 dəfə. Daha doğrusu 2 dəfə. Niyə 2 dəfə? 3 dəfə. 3 dəfə 6, 18. Düzdür? 5. 5 6-ya bölünmür. 8-i gətiririk. Daha sonra 7 dəfə. 7 və 6, 54. Eləyir 4. 4 6-ya bölünmür, 8-də gətiririk. 48 6-ya 6 dəfə. Daha doğrusu 8 dəfə. 8 dəfə 6, 48. Cavabımız eləyəcək. Buradakı cavab eləyəcək 378. Yaxşı, bura 378-dirsə 378. Yadımızda saxlayaq. 2723-ü bölək 7-yə. 2 bölünmür 27. 7-yə bölünür 3 dəfə 21. 6 bölünmür 2. 8 dəfə. 7 və 8 56. 12-dən 6 çıxanda eləyir 6. 3-ü də gətiririk yanına 9. Deməli, burada eləyir 389. Deməli, bura daha böyükdür. Ona görə də bu tərəf, yəni sağ tərəf daha böyükdür. Digərlərində uşaqlar çox asandır, özünüz eləyərsiniz. Biz daha mürəkkəblərinə keçək. Baxaq 9-cuya. 9-da deyir ki, mərtəbə cədvəlində təsvir olan ədədləri təkliklərin sayına bölün. Aha, biraz sizə çətin gələ bilər. Yaxşı. (5224) bölək 4-ə. 5 4-ə. Bir dəfə, bir dənə 4, 4. 1 qalır. 2-ni gətiririk aşağı. 3 dəfə. 12. Daha sonra 2-ni gətiririk. 2 4-ə bölünmür. 4-ü də gətiririk. 24 də 4-ə bölünür. 6 dəfə. 6 və 4, 24. Deməli, eləyir 1306. Bura eləyir 1306. 1306. Uşaqlar digərlərində mən qaydasını dedim, özünüz eləyərsiniz. Burada yazıram, kitabı olan özü üçün qeyd edir. 4413-ü bölərsiniz təkliklərin sayına, yəni 3-ə bərabərdir. Burada da 3675 bölərsiniz 5-ə bərabərdir. Burada da 5136 böl 6-ya bərabərdir. Həll eləyəcəksiniz, cavabları alacaqsınız. Kitabı olmayanlar da özü üçün məşq eləyə bilər. Yəni, çoxlu misal işləməli olacaq. Oturub özü üçün dəftərdə qeyd eləyər. Keçək məsələlərə. Bir saniyə. Məsələlərdə görə bizdən nə istəyir? Fəhlə işlədiyi hər saat üçün 3 manat pul alır. O 4572 manatı neçə saata qazanır? Yaxşı, bunu bilmək üçün 4572 manatı bölürük 3-ə. 1 dənə 3, 3, 1, 5, 15 3-ə böləndə 5 dəfə, 5 dəfə 3, 15. 7-ni gətiririk aşağı. 7 3-ə bölünmür. 2-ni də gətiririk aşağı. 72, daha doğrusu, niyə gətiririk? Bir saniyə. 7-ni gətiririk aşağı. 7 3-ə bölünür 2 dəfə. 2 dəfə 3, 6, 1. 2-ni də gətiririk aşağı. 12 3-ə bölünür 4 dəfə. Deməli, fəhlə işlədiyi hər saat üçün 3 manat pul alır. O 4572 manatı neçə saata qazanar? Neçə saata qazanar? Bu qədər saata qazanar. Digər tapşırıqda bizə isə deyir, yəni məsələdə bizə deyir ki, kəndin sahəsi 7532 kvadrat metrdir. Qonşu kəndin sahəsi bunun yarısı qədərdir. Yarısı nə deməkdir?
2-yə bölmək deməkdir. Qonşu kəndin sahəsi neçə kvadrat kilometrdir? 7 2-yə bölünür 3 dəfə. 1 2-yə bölünmür, 5-i də gətiririk. 15 2-yə bölünür 7 dəfə. 7 dəfə 2 14. Cavab 1. 3-ü də gətiririk aşağı. 6. 6 dəfə 2 12. 1. 2-ni də gətiririk. Yenə də 6. Deməli, qonşu kəndin sahəsi 3766 kvadrat kilometrdir. Yaxşı, C-də bizə nə deyir? Çınar nəşriyyatının nəşr etdiyi 8464 kitabı 4 məktəb arasında payladı. Hər məktəbə neçə kitab düşdü? 2 dənə, 1 dənə. Artıq avtomatikləşmisiniz də, yəqin ki, bilirsiniz nə hardan gəlir. 1 dənə 4, 4. Daha sonra 2, 4. Bu deyilir 8. Daha doğrusu 6. 6 dəfə 4, 24. Deməli, hər məktəbə 2116 kitab düşdü. Yaxşı. Keçək zavoda. Zavod gün ərzində müəyyən sayda çörək bişirir. Müəyyən qədər çörək bişirir. Bilmirik nə qədərdir. Əgər çörəyin tərkibində 3 qram duz olarsa, 2628 qram duzu neçə çörəyə istifadə etmək olar? Yaxşı, bunu bilmək üçün 2628-i bölək 3-ə. 2 3-ə bölünmür, 26 3-ə bölünür. Deməli, 8 dəfə, 8 dəfə 3, 24. 2, 2 3-ə bölünmür, 2-ni də gətiririk. 7 dəfə, 7 dəfə 3, 21. 1, 8, bu da 6 dəfə. Cavabımız olacaq 876 qram, belə deyək, duzu neçə çörəyə? 876 çörəyə istifadə etmək olar. Uşaqlar, bugünkü video izah bu qədər. Digər səhifə qalıb. Onu da çalışacağım növbəti video izahda sizə çatdırım. Yəni, ardıcıl getməyə çalışıram. Ona görə də digər səhifəni də sabah və yaxud da digər video izahda sizlərə təqdim edəcəm. Video faydalı olduqsa, dostlarınızla bölüşməyi, kanala abunə olmağı və bəyənməyi unutmayın. Videonu bitirmədən öncə uşaqlar, onu da qeyd edim ki, ödənişli dərslərimizə qoşulmaq istəyirsinizsə, 050 547 42 nömrəsi ilə əlaqə saxlayıb ödənişli dərslərimizə qoşula bilərsiniz. Dərslərimiz riyaziyyat fənnindən monitorinqə hazırlıq, ibtidai sinif hazırlığı və məntiq hazırlığı üzrə təşkil olunur. Bugünlük bu qədər. Hələlik.